Salam. Belə bir maraqlı suala baxaq. Sualda çoxadının vuruqlarından birinin x plus 2 verib və bizdən k-nın qiymətinin tapılması tələb olunur. Qeyd edək ki, sual MIQ imtahanda istifadə olunmuş bir sualdır. Bu sualı biz Bezu teoreminə əsasən həll edəcəyik. Bezu teoreminə görə verilmiş çoxadının əgər vuruqlarından biri x plus 2-dirsə, o zaman biz bunu sıfıra bərabər edib buradan x-i mənfi alırıq və Bezu teoreminə görə bu mənfi 2 qiyməti verilmiş çoxədilini sıfıra çevirməlidir. Yəni, harada x varsa yerdə mənfi 2 yazıb sıfıra bərabər edəcəyik. O zaman verilmiş çoxədilini həll etsək, alırıq ki, mənfi 2 üstü 2k plus 1 çıxılsın 3 vurulsun mənfi 2 üstü 2k plus 80 sıfıra bərabər olmalıdır. Bunu sadələşdirsək, yazarıq ki, mənfi 2 vurulsun mənfi 2 üstü 2k 2 üstü 2k deməkdir. Çıxılsın. Bu da 3 vurulsun 2 üstü 2k deməkdir. Və bərabərdir müsbət 80-dir. 80-də sağ tərəfə keçirsək, mənfi 80-ə bərabər olacaq. Deməli, buradan alırıq ki, mənfi 5 vurulsun 2 üstü 2k bərabərdir mənfi 80-ə. Həll etsək, 2 üstü 2k bərabərdir mənfi 80 bölünsün mənfi 5. Bu isə bizə 16 vermiş olur. O zaman 2 üstü 2k bərabər olacaq. 16-nı da 2-nin qüvvəti şəklində göstərsək, 2 üstü 4 deməkdir. Əsaslar eynidirsə, qüvvətlər artıq eyni olmalıdır. 2k bərabərdir 4-ə. Buradan k-nın 2-yə bərabər olduğunu alırıq. Doğru cavab kimi bizə veriləcək bu da D variantında.